Salam dəyərli izləyicilər. Zəhmət olmasa kanala abunə olun. Bu gün sizə illər öncə oxuduğum Brian Tracy'nin Məqsədlər adlı kitabından sözlər sadalayacağam. Bu video bir neçə bölüm ola bilər. 1. Psixoloqlar iddia edirlər ki, gördüyümüz hər bir işin məqsədi ətrafdakıların rəğbətini qazanmaq ya da heç olmasa bu rəğbəti itirməmək üçündür. Sözün düzü bu fikirlə o qədər də razı deyiləm. Qismən razıyam. 2. Tam cavabdehlik götürmədən inkişaf etmək mümkün deyil. 3. Hal-hazırki ən böyük probleminiz və ya negativlik mənbəyini müəyyən edin. Bu vəziyyət üçün necə cavabdehlik daşıyırsınız? Bizə sual verir. Uğursuz insanlar daima müəyyən bir məqsədin nə qədər real olduğu haqqında düşünür. Uğurlu insanlar isə həmişə necə sualını verir. Yəni, bu məqsədə necə çata bilərəm? 5. Gördüyünüz işlər daxili dəyərlərinizlə uyğunluq təşkil etdiyində siz də son dərəcə xoşbəxt olursunuz. 6. Məqsədləriniz dəyərlərinizə və dəyərləriniz də məqsədlərinizə uyğun olmalıdır. Çox maraqlı sözdür. 7. Özünüzə daima sual verin. Həyatı necə yaşamaq istəyirəm? Bu da çox maraqlı sualdır. Və sonuncu 8. Napoleon Hill deyir, bu da başqa bir yazardır. Hər bir çətinlik və maneənin içində daha böyük mənfəət toxumu vardır.